Yunanların milli ləzzətləri və onları harda yemək lazımdır, hamısı bu videoda. Təsəvvür edin, bir əsr olacaq ki, bu yer var. Buranın adı Stanidir. Ən köhnə və ən dadlı Yunan ləzzətləri burada olurmuş. Buranın Yunan qatığı ilə Yunan paxlavası da çox məşhurdur. Ballı qozlu Yunan qatığı, baklavas, kadaifi və Greek kofe. Ballı qozlu Yunan qatığı bizim camış qatığına da oxşuyurdu, amma bizimki bundan qat-qat yaxşıdır. Şərbətli kremli piroq, elə də sevmədik. Yunanların kadaifi və baklavasında mütləq şəkildə darçın olur. Belə də darçın dadını sevmədim. Bir türk paxlavasına Yunan paxlavası məncə çatmaz, amma xırçıltılıydı. Və Yunanistana gəlib dəniz məhsulları yemədən qayıtmaq ayıb olar. Mən bu bir həftədə o qədər çox dəniz məhsulu yedim ki, yəni bir müddət yemək istəmirəm. Afinada bu göstərdiyim yer məşhurdur. Bura gəlib yoxlayarsınız. Belə kalmarı da ilk dəfə görürdüm, elə də sevmədim. Türklərin simiti, Yunanların kulurisi çox bəyəndim. Bu arada Greek kofeni də çox bəyəndim, hətta evə də aldım. Gəlin sizə biraz da shoppingdən danışım. Burada elə böyük brendlər mən görmədim. H&M, Zara, Adidas, Nike kimi kiçik brendlər var idi. Bəxtimizə də bayram idi, Sephora'da 30% endirim var idi. Nə olsun, City Tax götürdülər, o da bir 20% idi. Yaxın günlərdə də buradan son vloqum gələcək.